Məsələyə istəyərdim toxunaq. Bəli. Son zamanlar bu TikTokda canlı yayım açıb bəzi qardaşlar insanlarla birbaşa dinimiz barəsində danışırlar, sual-cavab aparırlar. Və ən böyük problem də budur ki, əksəriyyəti bu sual-cavabı sanki bir elm tələbəsi, elm əhli kimi aparır. Və bir çox hallarda da qarşı tərəf olan başqa firqələrdən olanların nümayəndələrinlə bu böyük bir mübahisələrlə bitir. Xahiş edib bu barədə bir kəlmə deyərsən. Ümumiyyətlə, birinci bunu qeyd edim ki, dinimiz mübahisə etməyi din mövzusunda bunu qadağan edir, bəyənmir. Digər tərəfdən, əgər din barədə danışan insan ümumiyyətlə dini savadı olmalıdır. İndi kimsə təbliğat dəvət eləmək istəyirsə, hansısa mövzuda danışmaq istəyirsə, bəli, mən deyərəm ki, o da ki, kim dini mövzuda savadı olan, dini təhsili olan və s. düzgün əqidəli insan danışırsa, bu başqa məsələ. Amma ümumi sual-cavab açmaq və orada mübahisə etmək və s. sözsüz ki, düzgün deyil və bu demək, insanlarda, əgər insanın savadı yoxdursa, yanlış fikirlər söyləyərsə, bu həmçinin bütün İslam və həmin onun danışdığı o, deməli, kimə ki, özü nisbət edir, məsələn, kimlər ki, adından, ki, əhl-i-sünnə adından danışırsa, əgər səhv danışsa, bütün əhl-i-sünnəyə deməli, aid ediləcək onun səhvləri. Ona görə də düzgün deyil. Mən belə görürəm ki, bu səhvdir. Xüsusən əgər mübahisəyə yol açırsa, bu düzgün fikir deyil. Dindən yalnız kimlər danışmalıdır? Buna elmi çatan insanlar, elmli insanlar. Din biraz belə həssasdır. Özünüz görürsünüz, dindən müsaad istifadə edirlər. Hamı danışır. İnsanları öldürmək üçün dinləri istifadə edirlər. Cəmiyyəti korumaq üçün dindən istifadə edənlər var. Pul qazanmaq üçün dindən istifadə edənlər var. Nə bilim, ad qazanmaq üçün dindən istifadə edənlər var. Cürbəcürdür. Ona görə din biraz həssas mövzudur. Xüsusən indi özü də fitnədir. Hər söz fitnəyə səbəb ola bilər. Yəni, hər kəs məsuliyyət daşımalıdır. Kütləyə çıxan adam biraz məsuliyyətli adam olmalıdır, ehtiyatlı adam, vəziyyəti bilən, nəzərə alan vəziyyəti. Yoxsa hər adam çıxacaq, ola bilsin, nəsə səni desin, sən nəsə cavab verə bilərsən, ya verə bilməzsən, bilməsən də nəsə deyərsən, o gətirib fitnəyə çıxacaq. Yaxşı deyil o. Düzgün deyil o. Məsləhət deyil. Məsləhət deyil, vəssalam. Allah sizdən razı olsun. Allah sizə bərəkət versin. Allah subhanətlə bizi öz dinində sabit eləsin. Amin, amin. Allah razı olsun, Allah razı olsun. Allah bizə işli faydalar da etsin. Esselamu aleykum və rəhmətullahi və bərəkət. Aleyküm selam və rəhmətullahi və bərəkət.